Müəmmər Qaddafi Liviyanı 40 il boyunca idarə edən, Afrika və Ərəb dünyasında özünə məxsus yeri olan, Qərb ölkələri ilə münasibətləri həmişə gərgin və ziddiyyətli keçən liderlərdən biri. Bugün Müəmmər Qaddafinin uşaqlığından hakimiyyət zirvəsinə, ölkəsini inkişaf etdirmək cəhdlərindən tutmuş, xüsusilə ABŞ və İsrail başda olmaqla xarici güclərlə olan sərt qarşıdurmalarına, milyardlarla neft gəlirlərinə və nəhayət 2011-ci ildə xarici müdaxilənin də dəstəklədiyi qanlı üsyanla bitən sonuna qədər hər şeyi A-dan Z-yə vərəqləyəcəyik. Hər şey 1942-ci ildə Liviyanın Sirt şəhəri yaxınlığında kasıb bir ailədə başladı. Səhrada böyüyən Qaddafi gənc yaşlarından ərəb milliyyətçiliyi və Misir lideri Camal Əbdülnasirin ideyalarından güclü şəkildə təsirləndi. Hərbi akademiyanı bitirdikdən sonra ordu içində gizli bir təşkilat qurdu və 1969-cu il sentyabrın 1-də heç bir qan tökmədən hərbi çevriliş edərək Kral İdrisi devirdi. O, ölkədə monarxiyaya son qoyub, özünü inqilabın lideri elan etdi. Hakimiyyətə gələn kimi Qaddafi ölkənin neft sərvətlərini milli nəzarətə götürdü. Xarici neft şirkətlərinin diktaturasına son qoyaraq, əldə edilən milyardlarla dolları xalqın təhsilinə, səhiyyəsinə və infrastrukturuna yönəltdi. Liviya o dövrdə Afrikanın sosial təminatı ən güclü ölkələrindən birinə çevrildi. O, kapitalizmi də, kommunizmi də rədd edərək, 3-cü beynəlxalq nəzəriyyə adlandırdığı siyasətini irəli sürdü və bunu yaşıl kitabda topladı. Lakin ölkə daxilində siyasi partiyalar qadağan edilmişdi və hər hansı bir müxalifətə icazə verilmirdi. Lakin Qaddafinin əsl problemləri onun xarici siyasəti, xüsusilə də Vaşinqton və Tel-Əvivlə münasibətləri səbəbindən başladı. Qaddafi Fələstin xalqının hüquqlarını qətiyyətlə müdafiə edir, İsrailin siyasətini açıq şəkildə, sərt şəkildə tənqid edir və yaxın şərqdə siyonist siyasətinə qarşı duran qrupları dəstəkləyirdi. Buna görə də Qərbdə, xüsusilə də Birləşmiş Ştatlarda o, hədəf taxtasına oturdulmuşdu. ABŞ liderləri Qaddafini daim təhlükəli diktator kimi qələmə verir. Onun üzərinə iqtisadi sanksiyalar qoyur və Liviyanı təcrid etməyə çalışırdılar. 1986-cı ildə Ronald Reaganın prezidentliyi dövründə ABŞ hərbi təyyarələri birbaşa Tripolini və Benqazini bombaladı. Bu hücumda Qaddafinin övladı da daxil olmaqla dinc sakinlər həlak oldu. İllər keçdikcə Qaddafi Qərblə münasibətləri normallaşdırmaq məcburiyyətində qaldı. 1990-cı illərin sonlarında Liviya beynəlxalq təzyiqlər qarşısında geri çəkildi. Kütləvi qırğın silahı proqramlarından imtina etdiyini açıqladı və neft yataqlarının qapılarını Qərb şirkətlərinə açdı. Lakin bu yumşalma belə ABŞ və onun müttəfiqlərinin Liviyaya olan gizli düşmənçiliyini bitirmədi. 1911-ci ildə Ərəb baharı bəhanəsi ilə Liviyada daxili qarışıqlıqlar başlayanda, Vaşinqton və İsrailə yaxın olan digər qərbli güclər dərhal bu vəziyyətdən istifadə etdilər. Birləşmiş Millətlər Təşkilatının qərarlarını bəhanə edən NATO qüvvələri Liviyaya birbaşa hərbi müdaxilə etdi. ABŞ və müttəfiqlərinin təyyarələri Liviya ordusunu havadan bombalayaraq yerlə yeksan etdi. Ölkəni müxalif qruplar arasında parçaladı. Əgər xarici güclərin, xüsusilə də Ağ Evin rəhbərlik etdiyi NATO'nun bu birbaşa hərbi təcavüzü olmasaydı, Liviya bəlkə də bu qədər qanlı xarsaya sürüklənməzdi. Aylar davam edən bombardmanlardan və döyüşlərdən sonra paytaxt düşdü. Qaddafi doğma şəhəri olan Sirtə çəkildi. 2011-ci il oktyabrın 20-axırıncı günü Sirt şəhərindən çıxmağa çalışarkən NATO təyyarələri onun konvoyunu vurub dayandırdı. Yaralanan Qaddafi üsyançılar tərəfindən yaxalandı. Dəhşətli təhqirlərə və işgəncələrə məruz qalaraq qətlə yetirildi. Onun cəsədi ictimaiyyətə nümayiş etdirildi. Müəmmər Qaddafinin sonu bir liderin daxildən buraxdığı səhvlərlə yanaşı, həm də Vaşinqtonun və Qərb imperializminin yaxın şərqdəki maraqlarına boyun əyməyən liderləri necə məhv etdiyinin əyani sübutu oldu. Bugün Liviya həmin xarici müdaxilədən sonra hələ də sabitlik tapa bilməyibsə, bunun əsas səbəbi məhz həmin hegemon güclərin apardığı dağıdıcı siyasətdir.